Salam, hər vaxtınız xeyir olsun. Əziz və dəyərli Elmi Rəmulaş kanalının izləyiciləri. Sizləri Mərdəkandan Qalıya gedən yol, Bravo marketin arxasında Makaronlu fabrikinin küçəsinə çatmamış mərkəzi yoldan hansı ki müştərilərimiz olur, zəng eləyirlər bizə və yaxud da gəlirlər bizim yanımıza, deyirlər ki, mərkəzi yola yaxın ev istəyirik, yolu asfalt olsun, yola çox yaxın olsun. Baxın, mən hal-hazırda həmən evlərdən ikisini sizə təqdim edəcəm. Bu evin hal-hazırda həyətini sizə təqdim edəcəm, amma keçəcəm oradakı evin bütöv olaraq hamısını sizlərə təqdim edeyim. Qiymət bugünkü gündə 275.000 manatdır, start qiymətdir, başlanğıc qiymətdir. Bu ev birinci evdir, 4 otaqlıdır, 3 yataq otağı var, 2 sanitar qovşağı var, evin qarşısı, maşın saxlamağa 4-5 yer, sağ tərəfdə hovuz, hovuzun baş tərəfində söhbətgahdır, söhbətgahın daxilində manqal, mətbəx mebeli hamısı yığılıb, qazı, suyu, işığı hamısı var. Hamısı var, mövcuddur, internet var, tam istifadə eləmək üçün hər bir şey mövcuddur. Bu ev isə, baxın, buradan başlayır, avtomatik olaraq darvazası mən özüm açıq qoymuşam ikisində, görək. Buradan üstü bağlı, bura qədər qaraj inşa olunub, bir maşın saxlamaq üçün. Qarajın altında bir maşın saxlamaq olar. Ondan sonra bura qədər 2-3 maşın həyətə yerləşər. Küçəsi var, dalan var, zolaq var, zolaq 2 qonşuya aiddir. Maşallah, çox qəşəng, səliqəli, nə qədər istəyirsən maşın saxlamaq mümkündür. Bu evimiz buradan başlayıb, oradan hasardan sonra gəlir, zolaqdan sonra evin ümumi olaraq görüntüsü. Evin qarşısında üstü bağlı yelkənlərlə söhbətgah inşa olunub, qarşısında 3 metrənin 7 metrəyə olan filtrli hovuz və burada manqal inşa olunub. Bura isə mətbəx otağıdır, birbaşa verandaya çıxışı var. Keçək evin daxilinə. Evin ümumi daxilinə keçən kimi sol tərəfdə qonaq otağı, baxaq, qonaq otağıdır. Qiymət bugünkü günə bura üçün çox qəşəngdir, normaldır. 275.000 manat. Yəni, yola yaxın ərazidə, birbaşa Makaronlu fabrikinin küçəsinə yaxın bir ərazidə. Ev bütöv olaraq isti döşəmə ilə təmir olunub. Sonra qonaq otağı ilə üzbəüz mətbəx mebeli yığılıb. Mətbəxdən hovuza və verandaya, terasa görüntü. Evin daxili bütöv olaraq isti döşəmə ilə təmir olunub. Bütöv evlər indi maşallah hamısı onunsa isti döşəmədir. Bura mərkəzdə yerləşən ümumi sanitar qovşağıdır. Bəzi az da olsa cüzi yarımçıq işlər qalıb. Bir də təmizlik tam olub, tərtəmizdir. Sadəcə ola bilər ki, bəzi təmizlik. Onlar da olar inşallah. Bu birinci yataq otağı maşallah geniş qəşəng yataq otağıdır. Yenə deyirəm, qiymətinə uyğun olaraq təmir, tikinti, həyətdə olan bütün işlər məncə uyğundur. Amma Allahın köməyi ilə müştərilərimiz gələr, özlərinə uyğun olaraq qiymət təklif eləyərlər, ev sahibi də qiymətdə razılaşar Allahın köməyi ilə. Bu ikinci yataq otağımızdır. Divar kağızları ilə təmir olunub. Üçüncü yataq otağı. Sadəcə bir dənə çılçıraqlar, işıqlandırma biraz zəifdir. Amma mənə bu elə gəlir ki, qonaq otağı, yataq otağıdır da belə qaydırıb. Sonra burada da ki, yataq otağının özünün sanitar qovşağı. Əziz izləyicilərimiz, bir daha söyləyirəm, yola yaxın, Mərdəkanın mərkəzinə yaxın, Bravoya yaxın, Makaronlu fabrikinin küçəsinə yaxın ev istəyən müştərilərimiz üçün bu evləri çəkib təqdim elədim. Çox sağ olun bizi izlədiyi üçün. Bizi izləməyə davam edin, abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.